Hər kəsə salam. Gəlin natural ədədlər bölməsinin izahına baxaq. Gəlin birinci sualdan başlayaq. Demək, birinci sualda bizə deyir ki, ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. Bu ədədi tapın. İndi burada biz ədədi bilmədiyimizə görə ədədə bir x deməliyik. Buradan mən ədədə x dedim. Demək, x-i 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. İndi biz buradan qalıqlı bölmə düsturuna fikir verməliyik. Qalıqlı bölmə düsturu belədir ki, bölünən bərabərdir, bölən vurulsun qismət, üzərinə gəlinsin qalıq. İndi bunu tətbiq edərək x tapaq. X bərabərdir 17 vurulsun 3, üzərinə gəlsin 16. O da bərabərdir 17-ni 3-ə vuranda 51, üzərinə gəlsin 16. Yəni 51-in üzərinə 16 gəndə 67 edir. Demək, bu sualın cavabı D variantı oldu. İndi gəlin ikinci suala baxaq. İkinci sualda deyir ki, ədədi 19-a böldükdə natamam qismətdə 3, qalıqda isə 14 alınır. Bu ədədi tapın. Yeni ədədə bir x deyirəm. X-i 19-a böldükdə qismətdə 3, qalıqda 14 alınır. Yeni buradan x tapsaq, 19-u vurarıq 3-ə, üzərinə gələrik 14. 19 3-ə vuranda 57, üzərinə gəlsək 14-ü edər 71. Yəni burada da cavab Y variantı olur. İndi üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, ədədlərdən hansı 18-ə qalıqsız bölünür? Demək, 18-ə qalıqsız bölünməsi üçün eyni zamanda həm 2-yə, həm də 9-a bölünməlidir. İndi gəlin həm 2-yə, həm də 9-a bölünmə əlamətinə fikir verək. 2-yə bölünmə əlaməti belə idi ki, son rəqəmi 0, 2, 4, 6, 8 olan ədədlər 2-yə qalıqsız bölünürdü. 9-a bölünmə əlaməti isə belə idi ki, rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür. İndi gəlin A variantına baxaq. A variantında görürük ki, son rəqəm 1-dir. 1 olduğuna görə 2-yə bölünmür. Demək, A variantı ola bilməz. B variantına baxaq. Aha, son rəqəmi 4-dür. 2-yə bölünür. İndi gəlin görək 9-a bölünürmü? İndi bunun rəqəmlərini cəmləyək. B variantında 7 üstə gəlsin 4, üstə gəlsin 3, üstə gəlsin 7, üstə gəlsin 4. Demək, 7, 3, 10, 18 edir 25. 25 9-a bölünürmü uşaqlar? Xeyr, 9-a bölünmür. Ona görə də B variantında çıxırıq. İndi C variantına baxaq. Demək, C variantına görürük ki, son rəqəmi 4-dür. Demək, buradan bu 2-yə bölünür. İndi gəlin rəqəmləri cəmləyək. 4 üstə 7, üstə 7, üstə 5, üstə 4. 18, 22, 27. Uşaqlar, görürük ki, burada 27 9-a bölünür. Həm də 2-yə bölünür. Onda cavab C variantı olacaq. Həmçinin 18-ə bölünür. İndi gəlin 4-cü suala baxaq. Ədədlərdən hansı 15-ə qalıqsız bölünür? 15-ə qalıqsız bölünməsi üçün eyni zamanda 3-ə və 5-ə bölünməlidir. İndi 3-ə və 5-ə bölünmə əlamətini yadımıza salaq. 3-ə bölünmə əlaməti belədir ki, rəqəmlərin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünürdü. 5-ə bölünmə əlaməti isə son rəqəmi 0 və 5 olan ədədlər 5-ə bölünürdü. İndi gəlin A variantına baxaq. A variantında görürük ki, son rəqəm 0-dır. Gəlin əvvəlcə çıxaq, hansılar olmayacaq, onları çıxaq. Demək, burada hamısını görürük ki, 0-dır və 5. Demək, bunlar 5-ə bölünür. İndi gəlin yoxlayaq ki, bunlar 3-ə bölünürmü? Demək, A variantına baxırıq. 6 üstə 4 üstə 3 üstə 7. Bir də üstə 0 gələk. Üstə gəlsə 0. Görək, bu 3-ə bölünürmü? 10, 13, 20. 23-ə bölünürmü? Xeyr, 23-ə bölünmür. Demək, variantını çıxırıq. B variantına baxaq. 3 üstə 4 üstə 6 üstə 7 üstə 0. Bölünsün 3. Demək, buradan da yenə 20 edir. 23-ə bölünmür. B variantında çıxırıq. C variantına baxaq. 4 üstə 5 üstə 6 üstə 2 üstə 5. Gələk, bu 3-ə bölünürmü? 22 edir. 22 3-ə bölünürmü? Xeyr, 22 3-ə bölünmür. Bu da getdi. D variantına baxaq. 3 üstə 4 üstə 7 üstə 4 üstə 0. Görək, bu 3-ə bölünmürmü? 18 edir. 18 3-ə bölünəndə 6 düşür. Demək, bu həm 5-ə bölünür, həm də rəqəmlər cəmi 3-ə bölündüyünə görə
həm də 3-ə bölünür. Demək bu ədəd həmçinin 15-ə də bölünür. Yəni cavab D variantı olur 4-də. İndi 5-ə baxaq. Demək, x-in hansı qiymətində 2x, 3, 5, 4 ədədi 9-a qalxısız bölünür. İndi gəlin, baxaq, görək 9-a bölünmə əlaməti necə idi? 9-a bölünmə əlaməti belə idi ki, rəqəmlər cəmi 9-a bölünən ədədlər 9-a bölünürdü. İndi gəlin, rəqəmləri cəmləyək. 2 üstə x üstə 3 üstə 5 üstə 4. Bu 9-a bölünməlidir. İndi gəlin, rəqəmləri cəmləyək. Demək, burada edir x üstə gəlsin 14 bölünsün 9. Burada biz x-a elə bir qiymət verməliyik ki, bu 9-a bölünsün. İndi buradan x neçə olsa 9-a bölünər. X 4 olsa 4 üstə 14 bölünsün 9. Yəni 18 bölünsün 9. Buradan da 2 edir. Yəni 18 9-a bölündü 2 etdi. Demək, burada x 4 olmalıdır ki, bu ədəd 9-a qalxısız bölünsün. Yəni Y variantı. 6-cı suala baxaq. Ədədi 8-ə bölüşdə qalıq hansı ədəd ola bilməz? Biz yadımızda saxlamalıyıq ki, qalıq həmişə böləndən kiçik olmalıdır. Yəni burada qalıq kiçik olmalıdır 8-dən. Yəni 8 ola bilməz. Ancaq 0 ola bilər, 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 4, 5, 6 və 7. Yalnız bunlar ola bilər. İndi buradan da deyir ki, hansı ola bilməz? Əlbəttə ki, 9 ola bilməz. Çünki 8-dən böyükdür. Ona görə də B variantı olur burada.